Girişə verilən iki müxtəlif ədədi müqayisə edib böyük ədədi çıxışa verən alqoritm. Burada məlumdur ki, mənim hər iki ədədim müxtəlifdir, yəni bərabər deyil heç biri. Bərabər olma şansı yoxdur. Əgər müxtəlifsə, tutaq ki, m və n ədədləri daxil eləmişəm. M deyək ki, bizdə 5-dir, n də 3-dür. Bizə deyir ki, bu iki ədədi müqayisə etsin, böyük ədədi çıxışa versin. Biz şərt qoyacağıq. Əgər 5 böyütsə 3-dən, yəni n böyütsə n-dən, onda hansını çapa verəcək? 5-i, yəni m-i verəcək. Əgər hə deyirəmsə, yox deyirəmsə, onda hansıdır? Deməli, budur da böyük. Onda gəlib bunu çapa verəcək. Bizim bu məsələmizdə 5, 3 qoyanda 5 böyüdür 3 şərti ödənir deyə 5-i çapa vermiş olacaq. Əgər n böyük olsaydı, burada misal üçün 9 olsaydı, onda gəlib n-i çapa verərdi. İndi iki dənə ədədi birincisi daxil edirik. İki müxtəlif ədədi. M, N. Bu iki ədədi müqayisə edib ən böyüyünü tapmaq üçün bir şərt qururam. Deyirəm. M böyükdürmü N-dən? Hə deyirəmsə, deməli burada mənim M ədədim böyük ədəd sayılır. Onda gəlsin, həmin bu böyük olan M-i çapa versin. Əgər yox deyirəmsə, şərtim ödənmirsə, deməli n böyükdür də, yox deyirəm. Onda gəlsin həmin bu böyük olan n ədədimiz çapa versin.